sayılmırdı. Sayılmır. Oksidaşma reduksiyası sayılmır. Əla. Uşaqlar, Bir dənə elektroliz idi deyəsən. bir dənə elektroliz oksidaşma reduksiya reaksiyası idi. Digər reaksiyalar oksidaşma reduksiya deyil. Uşaqlar, deyin görək, hidroliz reaksiyasına hansı reaksiyalar qrupuna aid eləmək olar? 4 reaksiya keçmişdik. Parçalanma. Əslində parçalanma demək doğru deyil. Düzdür, deyirik duzların suyun iştirakı ilə parçalanması deyirik. Əslində orada fikir vermişsiniz. Parçalanma reaksiyası necə olur uşaqlar? Parçalanmada başlanğıcda bir Bəli, bu reaksiyama belə gəlir ki, bu reaksiyada duzun üzərinə su gəlirsən. İki mürəkkəb maddə arasında gedən reaksiya. Mübadilə olar. Əslində buna mübadilə demək daha doğru. Bəli, mübadilə reaksiyası. Hidroliz reaksiyası neytrallaşma turşu ilə əsas arasında gedən reaksiyadır. Neytrallaşma özü də mübadilənin bir növüdür. Neytrallaşma reaksiyası özü də mübadilə reaksiyasının bir növüdür. Neytrallaşma turşu ilə əsas arasında gedən reaksiyadır. Burada isə duzun su ilə, duzla su arasında gedən reaksiyadır. Ona görə. Fikrimi çatdıra bildiyim uşaq. Bu belə, əla. Deməli, davam eləyək. Deməli, uşaqlar, bu belə. İndi hər halda mühitləri bilirsiniz. Bu elə çətin deyil. Turş mühit hansındadır, qələvi mühit hansındadır. Məncə, bunlarda əziyyət çəkmişdir. Əgər dedik, əsas qüvvətlidirsə, əsas güclü, turşu zəifdirsə, Qələvi mühit. Qələvi mühitdir. Turşu güclüdürsə, əsas zəifdirsə, turş mühitdir. Turş mühit. Hər ikisi qüvvətlidirsə, neytral və yaxud zəifdirsə, neytral. Bir də uşaqlar, bizə belə bir sual gəlsə ki, hansı duz hidrolizə uğramır? Burada töküntülər, bir də qüvvətlidir. Bir də ki, hər ikisi qüvvətli olanda. Töküntülər, bir də hər ikisi qüvvətli. Qüvvətli olanda bilirik ki, hidrolizə nə edir? Qüvvətli olanda hidrolizə uğramır, əla. Bunu bilməli. Hidrolizin baş verməsi üçün duzu əmrə gətirən turşu və ya əsasdan ən azı biri nə olmalıydı? Zəif olmalıydı. Uşaqlar, testdə sual gələ bilər ki, hansı duz kationa görə hidroliz edir? Əgər kationa görə hidroliz deyirsə, biz bunun kation zəif olmalıdır. Aniona görə hidroliz edirsə, burada isə anion zəif olmalıdır. Yəqin ki, bu məlumatları bilir. Kationa görə hidroliz edir deyirsə, kationu zəif olmalıdır. Aniona görə edirsə, anionu nə olmalıdır? Anionu zəif olmalıdır. Yəqin ki, bu məlumatları bilir. Uşaqlar, sonra duzun hidroliz mərhələsi bizdən soruşula bilər. Hansı duz neçə mərhələdə hidroliz edir? Onun da qaydasını demişdim. Necə demişdim? Zəifin valenti qədər. Zəifin valenti qədər. Zəifin valenti qədər. Əhsən. Bəs yaxşı uşaqlar, mühit demişdik nəyə görə tapılır? Qüvvətli, neytral mühit və yaxud turş mühit və yaxud qələvi mühit. Güclüyə görə tapılır. Güclüyə görə. Mühit güclüyə görə. Mühit güclüyə görə. Hidroliz isə zəifin valentinə görə. Zəifə görə. Əhsən. Əla. Yaxşı uşaqlar, deməli, siz deyin görək. Demişdik, hidroliz, temperatur artanda hidroliz güclənir yoxsa zəifləyir? Güclənir. Güclənir. Qatılıq artanda hidroliz güclənir yoxsa zəifləyir? Azalır. Azalır. Əhsən. Amma oxumuşsunuz qaydalar, qəşəng. Uşaqlar, məncə vaxt itirmədən biz başlayaq testlərə baxmağa. Vaxt itirmədən testlərə baxaq. Bir aysu yoxdur. Zəhmət olmasa aysunu da bir dənə etiketləyin, bura qoy qoşulsun. Yaxşı uşaqlar, bunları bilirsiniz. Onda məncə başlayaq testlərə. Sizə hədəfin sınağını atmışdım, bayaq cavablarını da göndərmişdim. İşləyən olduğunu... Bəli, mən hazırlıqdaydım, ona görə yoxlaya bilmədim. Eybi yox. Sadəcə göndərdim ki, yoxlayasınız. Əhsən. Göndərdim ki, yoxlayasınız. Səhvləriniz də varsa, baxarıq onlara. Bu belə. Səhvləriniz də olsa, onlara baxarıq. Yaxşı uşaqlar, məncə vaxt itirmədən birinci suallarımızı baxaq suallara. Görək kimin nə sualı var. Birinci suallara baxaq. Buyurun, kimin nə sualı varsa baxaq. Bu səhifəyə baxın, 1-dən 14-ə qədər. Kiminsə sualı var bu səhifədə? İkinci sual. 2 nömrəli sualda deyir, hansı maddənin suda məhlulu lakmus göyərir? Hansı maddənin suda məhlulunda lakmus göyərir? Biz bilirik ki, uşaqlar, suda məhlulda lakmusun göyərməsi üçün burada hansı mühit olmalıdır? Qələvi mühit olmalıdır. Uşaqlar, A variantına baxıram. A variantındakı duz natri xlordur. Natrium xlorda bilirik ki, natrium da qüvvətli əsasdır, xlor da qüvvətli turşu. İkisi də qüvvətli olduğuna görə neytral mühit olacaq. Neytral mühitdə lakmus dəyişər, dəyişməz. Dəyişməz.
Uşaqlar, deməli, Y variantına baxıram. Y variantında da kalium sulfat verib. Kalium da bilirsiniz qüvvətli əsasdır. SO4 də bilirsiniz qüvvətli turşu. İkisi də qüvvətli olduğuna görə burada da mühit neytral olacaq, dəyişmir. Uşaqlar, H2SO4 görürük. H2SO4 bilirik ki, turşudur. Turşu lakmusu nə edəcək? Qızardacaq. Qalırıq D və B arasında. Bunlar ikisi də üzvü maddələrdir. Üzvü kimyada öyrənilən maddələrdir. Biri spirtdir, biri də amindir. Əgər sizin yadınızdadırsa, biz spirtləri elektrolit götürmüşdük, yoxsa qeyri-elektrolit götürmüşdük. Bu iyon mübadiləsində keçmişdik. Qeyri-elektrolit olduğuna görə bunu nəzərə almıram. Amma D variantındakı maddə amindir. Aminlər uşaqlar əsası xassəli maddələrdir. Üzvü kimyada öyrənərik bunlar. Aminlər əsası xassəli maddələrdir. Əsası xassəli maddələr. Elə bil ki, aminlərə baxa bilərsiniz, amoniakın törəməsi kimi. Amoniak necə yazılır uşaqlar? NH3-dür. Qeyri-üzvü kimyada öyrənərik ki, amoniak əsası xassəli maddədir. Amoniakdan hidrogenlər çıxdıqca, elə bil ki, amoniakda biz hidrogen çıxarıb yerinə karbonhidrogen radikalı yazsaq, məsələn, bu D variantındakı kimi CH3NH2 yazılır. Amoniakdan bir hidrogen çıxarıblar, amoniak NH3-dür. Bir hidrogenini CH3 ilə əvəzləyiblər. D variantındakı maddə amindir. Amoniak əsası xassə olduğuna görə, elə bil ki, onun törəmələri də, yəni aminlər də əsası xassəli maddələrdir. Əsası xassəli maddədə lakmusu nə edəcək? Göyərdəcək. D variantı. Bir dənə baxın uşaqlar. Görün, anlaya bilirsiniz yoxsa yox. Bir nömrəli sualda buna bənzər sualdır. Burada isə bir nömrəli sualda isə bizə deyir, lakmus qızarar. Qızarar turşu seçməlisiniz. Burada A variantı spirtdir, qeyri-elektrolitdir. B variantındakı maddə karbohidrogendir, qeyri-elektrolitdir. C variantındakı maddə qələbidir, qələbi göyərdər. D variantındakı maddə çöküntüdür. Yadınızdadırsa, qeyri-üzvü turşulardan demişdik ki, metasilikat turşuda çöküntüdür. İndikatora təsir eləməz. Amma Y variantındakı maddə turşudur və bilirsiniz, üzvü turşudur, qarışqa turşudur, qızardır. Yəqin ki, anladınız. Davam edək. Sonra digər aysu da qoşuldu, yox. Sonra 14. 14 nömrəli sual. 14 nömrəli sualda deyir ki, bizə hansı reaksiyadan alınan duzun suda məhlulunda qələbi mühit yaranır? Uşaqlar, qələbi mühit yaranması üçün biz qayda bilirik ki, əsas güclü olmalıdır, turşu zəif olmalıdır. A variantında biz güclü əsas görürük. A variantından hansı duz alınacaq uşaqlar? A variantında alınacaq əvəz etmə reaksiyasıdır. Alınacaq buradan ferium SO4, üzərinə gəlinsin mis. Burada ferium SO4-də ferium zəif əsasdır. Burada qələbi mühitdən söhbət gedə bilməz. Tuş mühit. Qələbi mühit olması üçün metal güclü olmalıdır. B variantında hansı duz alınacaq, kim deyər? Orada natrium xlorla birləşəcək, natrium. Qələbi mühitdir. Orada qələbi mühit deyil. Neytral. Natrium da güclüdür, xlor da güclüdür, olmaz uşaq. C variantına baxıram. C variantında kalium klor üçün parçalanması, bunun oksigenin alınması mövzusunda öyrənərik. Oksigen dərsində öyrənərik. Oksigenin alınmasında var ki, bu parçalananda buradan alınır kalium klorid və oksigen. Yenə kalium klorid də ikisi də qüvvətlidir, neytraldır. Uşaqlar D variantında da görürsünüz ki, kuprum, orada kuprum SO4 alınacaq. Kuprum SO4-də də mis zəif əsasdır, SO4 qüvvətli turşudur, tuş mühit verəcək. Amma Y variantı doğru cavabdır. Y variantındakı duzu parçalasaq turş duzdur. Turş duz parçalananda verir normal duz. Bir də müvafiq turşu. Burada verəcək karbonat turşudur. Karbonat turşu da davamsız olduğuna görə bilirsiniz onu karbon qazı üstə su kimi göstərir. Burada natrium karbonatda natrium qüvvətli əsas CO3 zəif turşudur. Ona görə buradan qələbi mühit alınacaq. Y variantı. Baxın bir dənə. Kim anlamayıbsa bir də deyə bilərəm. Baxın uşaqlar. Aydın olursa davam edək. Bəli. Sonra 28-ci sual. 28-ə qədər var sual olan. 26 var mənim. Baxırıq.
Aysu gecikmə. 26 nömrəli sual. Aysu'dan sualın olsa soruş. Uşaqlar 26 nömrəli sualda bizə deyir ki, hansı duzun hidrolizinin qısa iyon tənliyi bu şəkildə. Biz burada görürük ki, hidroliz reaksiyasında sağ tərəfdə görürük ki, H müsbət əmələ gəlir. H müsbət iyonu əmələ gəlibsə, bu deməli necə mühitin olduğunu göstərir bizə. 26-ya bax. H müsbət əmələ gəlibsə, buradan hansı mühitdən danışmaq olar? Tuş mühitdən. Deməli, burada tuş mühit olmalıdır. Tuş mühit verən duzu seçməlisiniz. Tuş mühit olması üçün də əsas zəif, tuşu qüvvətli olmalıdır. Bu bircə D variantıdır. Çünki A variantında litium qüvvətli əsasdır, B-də kalium qüvvətlidir, Y-də kalsium qüvvətlidir, C-də natrium qüvvətlidir. Tuş mühitdə gələk metal əsas zəif olsun. Gümüş zəif əsasdır, NO3 qüvvətli turşudur, D variantı. Yəni, baxın uşaq. Nurlan, başa düşə bilirsən bunları? Qalib. Başa düşdüm mən. Əla. Uşaqlar keçək 28 nömrəli sualı. 28 nömrəli sualda deyir ki, hansı normal duz hidrolizə uğramır? Reaksiyadan alınan duz. Hidrolizə uğramaması üçün bayaq da siz özünüz dediniz, ya qüvvətli olmalıdır, ya çökülür. Mən görürəm ki, A variantı barium floru alınacaq, barium flor 2, barium florid. Bir də A variantında ikinci reaksiyadan barium NO3 alınacaq. İstər birinci reaksiyadan bariumda xlor da qüvvətlidir, bariumda NO3 də qüvvətlidir. Burada zəif yoxdur deyə, elə A variantından alınan hər iki duz hidrolizə uğramır. Məsələn, B variantında mis görürəm, mis zəifdir, uğrayar. C-də dəmir görürəm, uğrayar. Y-də maqnezium görürəm, dəmir görürəm, uğrayar. Sonra D-da sink görürəm, uğrayar. Amma A-da heç biri uğramaz. Yəni, baxın. Görün, anlamadığınız nəsə varsa bir də deyək. Davam eləyək. Kimin nə sualları varsa versin. Aysu, nə sualın varsa ver, hər iki haber. Bütün uşaqlara aid. Ad çək. 7-ci sual. Neçə? 7 yoxsa 7-yə baxaq uşaq. 37-ci sual müəllim. 37. Demək, 37 nömrəli sual. Bu yaxşı sualdır. 37 nömrəli sualda deməli uşaq, burada indi bir variantla baxaq. Bir də sizə bunun reaksiyasını da yazacağım. Deməli, variantla baxanda necə baxarıq? Yəni, imtahanda vaxtımız az geçsin deyə suala necə cavab verək? Biz Fermi mesod 4 duzunu görürük. Biz görürük ki, bu duz deməli, hansı mühit verəcək bizə? Kim deyər? Burada hansı mühit əmələ gələcək? Tuş mühit. Tuş mühitin də göstəricisi H müsbət iyonu var onda. Tuş mühitin də göstəricisi H müsbətdir. H müsbət də burada bircə, ikinci reaksiyada görürüksünüz onu. 2-də H müsbət var, yalnız 2 doğru cavab. Amma bunu reaksiya kimi yazmalıyıq. Əgər indi o reaksiya birdən ola bilər ki, yazı sualı kimi düşər. Buna görə reaksiya yazasınız. İndi o reaksiyanı necə yazarıq? Deməli, onu sizə bir yerdə yazmağa çalışaq. Uşaqlar, deməli, gəlin indi orada həmin reaksiyanı yazaq. Fermi SO4 duzu. Birinci mənə deyin, bu duz neçə mərhələdə hidroliz eləyəcək? Bunun hidrolizi dəmirə görə gedər, yoxsa SO4-ə görə gedər? Kim deyər? Dəmirə görə 2 mərhələdə. Çünki zəifi dəmir. Əhsən. Və dəmirin də valenti neçədir? Dəmirin valenti 2 olduğuna görə 2 mərhələdə əla. Bu duz uşaqlar 2 mərhələdə hidroliz edir. Gəlin bu duzun hidrolizinin birinci mərhələsini yazın. Birinci mərhələsi yazıram Fermi SO4. Bəlkə bunu bir dənə çevirin, buradan yazın, sonra bir ağ yer tapın burada. Sonra qayıdım testə. Onun üstündə göstərmək biraz yaxşı deyil. Deməli uşaqlar, gəlin birinci onun hidrolizini yazaq, görək necə gedir. Deməli, Fermi SO4-ü yazıram bura. Diqqətlə qulaq asın. Yazıram bura Fermi SO4. Üzərinə gəl, hidroliz yazanda nə yazırdı? HOH. HOH.
Bilirik dönər prosesdə bu şəkildə yazılır. Uşaqlar, siz mənə deyin görək, burada hidroliz dedik ki, dəmirə görə gedir. Və hidroliz nəyə görə gedirsə, əgər onun valenti 1-dən böyükdürsə, yəni mərhələli gedəndə orada ona uyğun duz alınacaq. İndi biz dəmirə uyğun burada, dəmirin valenti 1-dən böyükdür də 2 mərhələ. Dəmirə uyğun necə duz alınır buradan? Əsası duz yoxsa turş duz? Metal əsası duz verər yoxsa turş duz verər sizdə? Dəmirə uyğun burada necə duz alınacaq? Əsası duz alınır da, düzdür? Dəmir bilirik ki, neçə turşulu əsasdır. Burada dəmirin valenti 2 olduğuna görə 2 turşulu əsas. Burada hidrolizin birinci mərhələsində uşaqlar əsası duz əmələ gəlir. İndi siz mənə deyə bilərsiniz, 2 valentli metala uyğun əsası duzun formulu necə idi? Əgər duzlarda bilirsinizsə, duzlarda keçmişdik. 2 valentli metala uyğun əsası duzu uşaqlar belə yaza bilərik. Berium, yanında bir dənə OH, bunu alırdıq, keçmişdik, yadınızdadırsa. 2, bir dənə də bura SO. Baxın, bu şəkildə yazıram. Onda belə yazıramsa, uşaqlar, burada neçə dənə dəmir var? 2 dənə dəmir var deyə, onda mən bura bir dənə duzun qabağına 2 yazdım. Və 2 dənə OH-da olduğuna görə mən suyun da qarşısına bir 2 yazdım. Yəni, burada 2 mol 2. İndi fikir verin bura, dəmirin ikisi də getdi əsası duzun tərkibinə. OH da getdi. Burada 2 dənə hidrogen qalıb. Sağ tərəfdə bir dənə SO4 var, sol tərəfdə 2 dənə SO4 var. SO4-ün biri qalıb. Onda bir də sağ tərəfdə nə alınmalıdır uşaqlar? H2SO4 alınacaq, yoxsa alınmayacaq? Baxın, alındı H2SO4. Bu yazdığım birinci tənlik molekulyar tənlikdir. Uşaqlar, indi gəlin bunu biz iyonlara ayıraq. Onda necə yazacağım? 2 dənə dəmirdirsə, 2 ferium, müsbət 2. 2 dənə SO4, 2 mənfi. Suyu ayırırdıq, ayırmırdıq. Suyu ayırmırdıq. 2HOH. Sonra, deməli, bu əsası duzu necə ayıracam uşaqlar? Mənə kömək edin. 2 dənə ferium OH-dırsa, bunu belə göstərə bilərəm. 2 dənə ferium OH üstü müsbət. SO4 üstü 2 mənfi. Sulfatı da ayıranda 2 dənə H müsbət. SO4 üstü 2 mənfi. Sonra eyni adlı iyonları aparırdıq. Burada deməli SO4, SO4, burada da 2 dənə SO4 getdi. Yekunda nə qaldı uşaqlar? 2 dənə ferium, müsbət 2. Üzərinə 2 dənə H, OH. Burada alınır, deməli, 2 dənə ferium, OH müsbət. Üzərinə gəl 2 dənə H müsbət. Və uşaqlar, hər tərəfi də biz 2-yə ixtisar aparsaq, hər tərəfi yəni 2-yə bölsək, belə deyək. Olacaq ferium müsbət 2. Üzərinə gəl H, OH. Alınacaq buradan ferium OH müsbət. Üzərinə gəl H. Görün, bura qədər anladınız yoxsa yox. Orada səhv eləmirəmsə, əgər test varsa, indi mən testə qayıda bilmirəm bu dəqiqə. Baxın o testə. 37 nömrəli sualda 2-dir. Yalnız 2-dir, yalnız 2. Baxın, 2-də bunu görürük. Görürsünüz, 2-də bunu görürük. Bu bir. İndi bu birinci mərhələnin, deməli, bizdən birinci mərhələni də ki, orada verir. Birinci mərhələ. Burada ikinci mərhələdə gedər. Dedi, yaxı, 2 mərhələdə eləyir. İkinci mərhələdə necə eləyər uşaqlar? Birinci mərhələdə hansı duz əmələ gəlmişdir? Deməli, əsası duz. Ferium, deməli, OH. Buradan yazdım. Oldu, deməli, ferium, OH, mötərizə 2 SO. Bunun üzərinə bir dəfə də mən HOH gələcəm. İndi burada nə alınacaq? Burada uşaqlar. Deməli, yenə burada tuş mühit alınar deyə, yenə tuşu alınmalıdır. Deməli, burada hidrogen SO4-dən, amma bunu sadəcə belə yazırıq. Buradan elə bil ki, artıq belə olacaq. Bu OH gələcək, bu biri OH-ın yanına. Buradan elə bil ki, alınacaq ferium, OH2. Bilirsiniz, çöküntü. Bir də alınacaq sulfat. Sadəcə burada 2 dənə ferium var deyənə, bura bir 2 atanda suyun da qarşısına bir dənə 2 yatırır. Bu şəkildə gedir reaksiya. Bu oldu bizdə birinci molekulyar tənlik. Sonra başlayıram duzu ayırmağa. 2 dənə ferium, OH üstü müsbət, üzərinə gəl, SO4 üstü 2 mənfi. 2 dənə H, OH. 2 dənə çöküntü olduğu kimi qalır, bilirsiniz, çöküntü iyonlara ayrılmır. Sulfatı da ayrılır. 2 dənə H müsbət, üzərinə gəl, SO4, 2 mənfi. Baxın, bu şəkildə göstərir. Sonra eyni adlı iyonları aparıram. Deməli, SO4 burada da var, burada da var, gedir. Burada qalır 2 dənə ferium, OH müsbət.
üzərinə gəlir 2 dənə HOH. Buradan da bax, biraz bunun hidrolizi biraz çətindir yazılır. Qalanlar elə çətin deyil. Berium OH 2 çökündü. 2 dənə H üstü. Hər tərəfi də 2-yə bölürük. Olur